mən 2 il bundan əvvəl 5-ci kolon ölkəmizdəki 5-ci kolonun ölkəmizdəki hücrət sistemi bununla bağlı məqalə yazanda və bununla əlaqədar sərt fikirlər səsləndəndə hamısı mənə qarşı çıxdı. Nə danışırsan, Rusiya bizim tarixi dostumuzdur, qonşumuzdur, falan filan. Amma yenə də mənim o 5-ci kolon haqqında yazdığım o yazı və dediyim 5-ci kolon haqqında hazırladığım video bu gün də aktualdır. Ölkəmizdə, Azərbaycan Respublikası dövlətində 5-ci kolon rejimi var, sistemi var. Artıq Azərbaycan hər yerinə yayılıb. Təhsilindən mədəniyyətinə, ordusuna, hər yerinə yayılıb 5-ci kolonun öz nümayəndələri. Onların da başı Ramiz Mehdiyevdir, Nəcməddin Sadıqovdur, Zakir Qararovdur, Səfər Əbiyevdir. Bax, bu adamlar Rusa canla başla xidmət edən 5-ci kolonistlərdir. Bu rejimə xidmət göstərirlər. Onun üçün də bugün Rusiyada baş verən o bizim günahsız, silahsız vətəndaşlarımıza, soydaşlarımıza qarşı edilən o hücum səssiz qalınmalıdır ona. Niyə? Çünki içimizdəki Rus pərəstlər var. Bunlardan içimizdəki Rus pərəstlərdən xilas olmalıyıq. Bildir deyirəm, Ramiz Mehdiyev, Zakir Qararov, Nəcməddin Sadıqov, Səfər Əbiyev kimi Rus pərəstlərdən xilas olmalıyıq. Bunlar artıq Azərbaycan Respublikası dövlətində xalqımıza, sadə vətəndaşımıza ifşa edilməlidir. Sadə vətəndaşımız bilməlidir ki, bunlar Azərbaycanı məhv etmək üçün Rusiyadan əmrlər alırlar.